xeyr və şər məclislərində bərbəzəkli. O uşaqlıqdan bilir artıq nə düz nə iri. Təhsil ikinci plandadır, əsas ev işləridir. Gələcək həyat yoldaşına indidən öyrəşməlidir. Küçəyə tək başına çıxmaq olmaz. Nə işin var çöldə, tanımadığın insanlara qarşı olsun sərt çöhrə. Dinləmək olar ancaq muğam, bir də xalq mahnıların. Valideyn tərəfindən təyin olunur arzuların. Bugün sabah nişan dəyişəcək ancaq ünvan. Dəyişəcək divarlar amma həyat hələ də zindan. Olmazmı ki bu otaqda onun da nazı qalsın. Əsas o deyil, əsas evin kişisi razı qalsın. Əsas qohumlar desin ki o yaxşı qızdır. Əsas bu cəmiyyət desin ki o yaxşı qızdır. Ax o insan deyil sadəcə kiminsə namusu. Ölüb yenidən oğlan doğulmaqdır tək arzusu. 9'u bitirsin, veririm geçsinlere. Al işi sen görürsən, yoxsa oxuyun olasın deyə. Ay demə. Qıza vəziyyətlə böyütmüşəm, özüm bilərəm, hələ verirəm ya məktəbə göndərirəm, nə dəxli var axı.